mən qarışıq vurun. Hərbi hissə komanda əlaqəyə çıxdı ki, yəni siz də oradasınız da, dedi, bizim üçün fərqi yoxdur da, vurun. Dəyərli izləyicilər, hər birinizi xoş gördük. Ramal qardaş, çox sağ olun, təşəkkür edirəm ki, gəldiniz, sizi də xoş gördük. Zəhmət olmasa özünüzü təqdim edərsiniz, yavaş-yavaş sizin döyüş yolunuzu eşidək. İnşallah. Mənim XTQ mənsubu Babaşov Ramal. Mən də öz növbəmdə Mirzə abidən qardaş sizə təşəkkürümü bildirirəm ki, bugün bizləri çəkib işıqlandırırsınız, döyüşçü qardaşlarımızı çəkib işıqlandırırsınız. Mən xüsusi təyinatlı adımdan, öz adımdan sizə təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olun. 2016-cı ildə əsgər getmişəm. 2017-ci ildə xüsusi təyinatlılar seçimi gələndə rəhmətli kapitan Hüseynov Ülvi, onda bölük komandirimiz idi, Allah rəhmət eləsin. Mən belə deyək, uşaqlar arasında idman cəhətdən, biraz fiziki cəhətdən seçildiyim üçün, həm də biraz nizam-intizam üçün seçildiyim üçün mənə dedi, seçim gələndə əvvəllər biz belə deyək də xüsusi təyinatlı getməkdən qorxurlar, əsgərlər, çətinlikdən qorxurlar. Məlumat var idi da? Məlumat az, belə də, çox az var idi. Məsələn, o qədər gəlib çatırdı, adamda biraz qorxu hiss edirdi. 2017-ci ildə seçimə gələndə kapitan Hüseynov məni çağırdı otağına, dedi, Babaşov, getmək istəyirsən? Dedim, bəli, cənab kapitan, getmək istəyirəm, mən özüm çox istəyirəm ora getmək. Dedi, getmək istəyirsənsə, ged yazıl. Dedim, biraz belə qorxuram, çəkinəm. Dedi, get, inşallah keçəcəksən də. Elə oldu, 2017-ci ildə gəldim kursa, 2018-ci ildə aprel ayında kursu qutardıq. Təyinatlı qüvvələrə qəbul olduq və xidmətimiz o dövrdən başladı, ta ki, müharibə dövrünə yaralanana qədər. Müharibədə də ilk günlərində 27 sentyabrda biz Kəlbəcər istiqamətindən döyüşə başladıq. Döyüşə başlayanda, belə deyək də, ən çətin bir məqam var idi bizdə. Dostlarımızı, qardaşlarımızı, döyüş yoldaşlarımızı itirmək qorxusu. Bizdə, belə deyək, xüsusi təyinatlı qüvvələrdə mən deyərəm ki, başqa qorxu mən hiss eləmirdim. Təkcə mən yox, hamısı. Yəni, bu günləri xidmətdə olan döyüşçü yoldaşlarımız var, adı çəkilməsə də özləri qəhrəman olanlar var hal-hazırda. İnşallah, müəyyən bir vaxt keçəndən sonra, xidmət ilini qutarandan sonra biz onları çox görəcəyik inşallah aramızda. Amma ki, bizdə ən böyük, mən deyərəm, mənim qorxum, belə deyək də, o döyüş yoldaşlarımızı, qardaşlarımızı itirmək idi. Müəyyən bir döyüşə girəndən sonra, şəhidlərimiz olandan sonra artıq bizim üçün, belə deyək də, o qorxunu da keçdik ki, yəni bizim üçün, belə deyək, ən böyük uğurumuz verilən tapşırığı yerinə yetirmək idi. Komandanımızın və Ali Baş Komandanımızın, belə deyək, bizə olan güvənini tam yerinə yetirmək idi. Bizdə olan o güvəni tam bərpa eləmək idi. Yəni, şükürlər olsun ki, bugünkü gün biz o güvəni komandanımız və Ali Baş Komandanımız qarşısında tam yerinə yetirdik və bu günləri şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Mən deyərəm ki, düzdür, bizə nəsib olmadı şəhidlik, qazilik nəsib oldu. Ən böyük, mən deyərəm ki, uğurlarımız, ən böyük qəhrəmanlarımız şəhidlərimizdir və onların övladları və belə deyək, ailələridir. Biz Kəlbəcərdən 4 gün döyüşdükdən sonra Füzuli istiqamətində başladıq döyüşə, Lələtəpə istiqamətindən. Demək olar ki, günün gün orta çağı idi. Biz döyüşə başlayanda orada üzbəyiş döyüşə girdik. Açıq döyüşdə demək olar ki, maşından düşdük, birbaşa müəyyən bir yol gedəndən sonra birbaşa döyüşə girdik. Biz xüsusi təyinatlılar yetişdirdiyi əsgərlər var idi, müddətli əsgərlər. Biz orada əsgərlərə komanda verəndə ki, irəli gedəndə, üzbəyiş səngərdən səngərə atılanda, mən orada, belə deyək də, o əsgərlərə verdiyimiz əməyi, verdiyimiz, belə deyək, o əsgərlərin çəkdiyi əziyyəti mən o döyüşə girəndə mən hiss elədim ki, bu
bu bizim çəkdiyimiz əziyyətdir, əsgərlərin çəkdiyi əziyyətdir. Şükürlər olsun ki, bunlar da bizim əziyyətimizi yerdə qoymadılar. Və belə deyək, o düşmənin üstünə getməyi, o düşməni demək olar ki, elə qorxuya salan ən böyük amillərdən biridir, elə o düşmənin üstünə getməkləri idi. Orada sizin fəaliyyətləriniz nə oldu? İndi həmin dediyiniz hadisədə və nələr baş verdi? Biraz ətraflı bizə danışacağız. Bizim orada ən belə deyək, fəaliyyətimiz tank vurmaq idi. Raketimiz bizim Spike əlində tank əleyhinə raket idi. Ağır texnikalar gələrsə biz onları məhv etmək idi. Biz orada bir dənə tank məhv elədik həmin vaxt girdiyimiz mövqedə. Artıq orada elə bil ki, bizim taborun, atıcılarımızın maniyəsinin qarşında olan maniyanı dəf elədik. Biz oradan getdik Cəbrayıl istiqamətində. Kapitan Məlikov Famil danışıb onu sizə. Bəlkə biz Cəbrayılda Vişqa deyilən ərazi var idi orada. Vişqanın ərazidən biz gecə hərəkətdə olduq. Hərəkətdə getdik. Bir dərə var idi. Dərənin içində biraz mövqeyləndik ki, biraz belə deyək də şəxsiyyət dayansın, biraz su içsin, biraz. Çünki demək olar ki, dayanmamışdı. Biz girdiyimiz vaxtdan döyüşə qədər döyüşmüşdük. Həm enerji itirmişdik, həm də ki, biraz. Birdən bizdə bir indi xidmətdə olan bir zabitimiz var. O dedi ki, nəsə səs gəlir bizim qolumuz. Hava dumanlı idi. Biraz səhər açılana yaxın idi. Havada biraz dumanlı idi. Həmən vaxtı Cəbrayıldə bilirdiniz də yağış yağmışdı. Möhkəm yağış yağmışdı. Bir gün o yağış bizi tutdu orada. Keçdi, biraz getdi, baxdı, dedi ki, biz ermənilərin necə demək olar ki, belə deyək də, məcazi mənədir, ağzını içindik. Tez tabor komandirine məlumat verdi ki, demək olar ki, erməninin ağzının içindir. Tabor komandiri müşahidə apardı, mövqeyləndirdi, şəxsiyyəti yerbəyer elədi, dedi, gürürük də bura. Bizə dedi ki, Spike'ın rəhmətli Cavadlı Neymətlə bizə dedi, sizin atışınızla elə bil ki, atəş başlayacaq da, girəcək posta. Biz mövqeyləndik, raketi qurduq. Ermənilər də tankın elə bil ətrafındadılar. Səhər çağıdır, gəzirlər. Tank da dayanıb da, aktiv tankdır. Sizdən də məlumatları yoxdur? Bizdən də qəti məlumatları yoxdur. Elə bil, biraz ora meylidir, biz aşağı tərəflərindir, o dərənin elə bil boğaz tərəfindir. Onlar yuxarıdadır. Biz də müşahidə aparırıq ki, gəzirlər. Mən raketi taxdım, rəhmətli Cavadlı Neymət dəstə komandirinin elə bil ki, belə deyək, əmrin gözləyirdi. 2 dənə tank var idi həmən vaxt orada. Elə bil ikisində biz vurmalıydıq. Çünki aktiv tanklar idi orada. Tank birinci raket tabor komandiri əmr verdi ki, vurun. Elə birinci tank demək olar ki, şəxsiyyət yanında gəzə-gəzə birinci tankı vurduq orada. Gətirdim üstündən biraz atış başladı, şəxsiyyət başladı şeylərə atış eləməyə, səngərlərə. Onlarda səngər var idi orada. İkinci tankı da, raketi də dəstə komanda əmr verir ki, ikinci tankı da vurun. İkinci tankı vurandan vurduq, ikinci tankı da vurduq orada. Bizdə raket, belə deyək də, 2 raketimiz var idi əlimizdə. Həmən vaxt bir raketi də istifadə eləmişdik. Bizim elə bil ki, fəaliyyətimiz dayandı, başladıq avtomatla atış eləməyə. Raketləri qutarandan sonra biz elə bil ki, təxmin eləyə bilmirdik ki, bu bizim elə bil ki, o dərənin sol tərəfində də böyük bir qüvvə var, içərdən kimlər var, nələr var. Biz orada Zeynəndə Kapitan Məlikov da yaralandı, ondan sonra uşaqlardan çox yaralandı, şəhid olan oldu. Biz orada bir dəstə komandiri bizdə o dərəcəyə qaldı ki, orada atışırdıq ki, hərbi hissə komandirinə əlaqəyə çıxdı ki, bizim olduğumuz, biz çünki oradan çıxmaq istəmirdik də, götürmək istəyirdik oranı. Dedi ki, bizim olduğumuz yeri də arxadan artilleriyan vurun, biz qarışıq. Yəni, o bizim gözümüz qabağında olub. Dedi, yəni, mən də içində olmaq şərti ilə buranı erməniyə vermək olmaz da, yəni düşmənə vermək olmaz. Mən qarışıq, vurun.
Bax, hərbi hissə komanda əlaqəyə çıxdı ki, yəni siz də oradasınız da, dedi, bizim üçün fərqi yoxdur da, vurun. Hərbi hissə komandır orada qərar verdi ki, indi yəni, siz bizə lazımsınız, belənçinə biz oradan çıxma lazımdır. Hələ bizim döyüşlərimiz qabaqdadır, çünki orada təzə başlamışdıq demək olar ki, mən deyərəm ki, yəqin 6-7 gün idi müharibə başlamışdı. Hələ Çox dedi, təsirli bəli, diyaloqdur ya. Orada, yəni o bizim üçün bilirsiz, o adi bir şeydir, mən deyərəm. Dəstə komandiri üçün də, bizim orada olan uşaqlarımız üçün də, mənim üçün də. Çünki bizim ən böyük, belə deyək, tapşırığımız verilən tapşırığı vaxtında yerinə yetirməkdir. Yerinə yetirməyəndən sonra da, yəni əlimizdə saxlamaqdır. Saxlaya bilməyəndən sonra fərqi yoxdur. Canımızdan belə keçməli olsa, o bizim üçün ən böyük, belə deyək də, şərəfdir ki, o yolda ölək. Hərbi hissə komandiri dedi, siz oradan çıxın arxaya. Elə bil başqa mövqe ilə. Biz orada arxaya çıxdıq həmən vaxtı. Və belə deyək, gəldik, arxadan təzədən bərpalandıq, silah-sursatımızı yerinə qoyduq, raketləri qoyduq yerinə, təzədən başladıq, belə deyək, Füzuli istiqamətində hərəkət eləməyə. Oradakı ermənilər nə oldu? Yəni o məsələnin axırı necə oldu? Oranı bizdən sonra mən elə bilir, bizim obisi taborlar götürdü. Səhv eləmirəmsə, orada uşaqlar Cəbrayıl Vişqa deyilən ərazi var idi, o Vişqanın yanında uşaqlar, ondan sonra bizim taborlar götürmüşdü oranı. Amma ora əslində ermənidə qalmadı, bizdən sonra onlar götürdü oranı. Biz oradan, belə deyək də, biz oradan çıxmalı olduq. Məcbur, bəli, geriyə çəkildik. Hərəkət elədik Füzuli istiqamətinə. Füzuli istiqamətindən, belə deyək, keçdik qabağa Hadrut tərəfə. Birinci biz Hadrutun, belə deyək, aşağı tərəfindən çıxıb yuxarıda mövqeyləndik. Yuxarıda şəxsiyyəti mövqeylənmişik, tapşırığımızı gözləyirik. Bir də gördük ki, aşağıdan bizim uşaqlar dedi, aşağıdan elə bil ki, yemək, zat gətirək Hadrutun içindən. Harasa bir 5-6 uşaq silahını götürdü, düşdülər aşağı, dəstə də yuxarıda idi. Bunların, belə deyək, xüsusi təyinatlıları idi. Uşaqlar gəldi bizə elə dedi də, yəni gəldi dedilər xüsusi təyinatlı. Bir də gördü atışma söylədi. Orada maşın gələ-gələ başladılar atışma getməyə. Az getdi, qısa getdi orada. Bir dənə maşın var idi, 2 dənə maşın var idi, onu vurdular. Uşaqlar gəldilər ki, dedilər, bir dənə, 2 dənə xüsusi təyinatlı maşını var idi, onu dağıtdıq orada. Çünki biz aşağı düşürdük ki, köməkdir, ehtiyac yoxdur. Rabitə ilə əlaqəyə çıxdılar ki, ehtiyac yoxdur. Biz söylədik, çıxırıq yuxarı. Oradan hərəkət elədik Füzuli istiqamətində. Biz düz topların üstünə çıxdıq. Bu ağır artilleriya qurğuları var, ermənilərin. Düz onların üstünə çıxdıq. Onların da xəbəri yoxdur biz oradan gəlmək. Bunlar da işlərini görürlər də, uzun mənzilli olduğuna atırlar da qabağa. Bunlar hiss eləmir axı Füzulinin, belə deyək, arxasındıq biz Hadrutu olan tərəfindən. Gəlib üstünə çıxaq. Onlar da bir təxmini bir 30 nəfər şəxsiyyət, 35 nəfər, yəni bir tağım, tağımdan biraz çox da, belə deyək. Biz oradan yuxarıdan başladıq onları məhv eləməyə. Demək olar ki, oradan sağ qurtaran mən deyərəm, bəlkə heç kim olmadı. O proses hansı ki deyirsiniz, onları biz məhv elədik. Bəli, mən. Onu biraz daha belə geniş formatda danışsaq, necə məhv elədiniz, gəldiniz, yerləşdiniz, qoy biraz daha da... Bizdən hərəkət elədikcə, biz orada olan... Mən deyərəm ki, Mirzə abla, bizim üçün o döyüş var, döyüşdə ən çətin vəziyyət bizim döyüşçü qardaşlarımızı itirməkdir. Yoxsa biz xüsusi təyinatlı kursunu keçəndə hara gəldiyimizi, necə gəldiyimizi yaxşı bilirdik. Mən deyərəm ki, bəlkə bizim təlimlər olub ki, döyüşün yanında bəlkə də, yəni, belə deyək də, yüngül olub. Bizim ən böyük çətinliyimiz o döyüş yoldaşlarımızı, qardaşlarımızı itirmək olur. Ona görə bu günləri fikir verirsinizsə, xüsusi təyinatlılar danışanda belə biraz şeydən danışır da, belə sadə danışır. Çünki biz o şeyi görmüşük, bilirik hara getdiyimizi, nə üçün getdiyimizi, niyə getdiyimizi bilirik.
Yəni bu günləri bizim o yenə deyirəm, təlimlərimiz olub ki, elə bir təlimlərdən keçmişik ki, bizim o döyüşlər bizə hasant gəlib. Yəni həqiqətən bu reallıqdır. Biz belə deyək, bu günləri fikir vermişsə, bizdə uşaqlar hamısı danışıb, sizin qonağınız olub, indi müəyyən bir vaxtla demək olar ki, bir 70% ehtiyatda olan hərbiçilər sizinlə söhbət edib. Ancaq belə deyək, döyüş yoldaşlarından danışırlar, orada olan, belə deyək, indi xidmətdə olan qardaşlarından danışırlar. Adlarını çəkməsək də bu şeylər bizim bu nəyimizi göstərir, bu bizim birliyimizi göstərir. Biz necə birlik olmuşuq, necə bir-birimizə güvənmişik, biz necə kimə arxalanıb, kimə söykənib, belə deyək, düşmən arxasına keçmişik, düşməni məhv eləmişik. Bunlar hər bir şey şərtdir. Yəni, bugünkü gün bunlar bizə adi gəlsə də, amma bunu bir neçə ildən sonra deyəm, bir neçə yox, bir müddət keçəndən sonra vaxt olacaq ki, bizdən danışacaqlar, döyüşçü qardaşlarımızdan danışacaqlar. Yəni, indi çoxları bu şeyləri əsl Azərbaycanlılar dərk edir. Əsl, belə deyək, Azərbaycanlılar dərk edir ki, biz nələr eləmişik, nədə hansı yoldan keçmişik, hansı addımları atmışıq bugünkü gün. Bizdə, yenə deyirəm, ən çətin, belə deyək, çətin döyüşçü yoldaşlarımızı itirmək oldu. Biz oradan onları məhv eləyəndən sonra Füzulinin arxasında mövqeyləndik. Taborlar elə bil ki, açıldı, hər öz mövqeyinə açıldı. Biz orada oturduq müşahidədə. Ardasa 2 gün orada müşahidə apardıq Füzulinin içində. Orada Başdan Muradov da yaralandı, snayper başından vurmuşdu onu. Mən elə bil ki, Başdan Muradovun yanındaydım, mənə dedilər ki, raketi gətir yuxarı. Orada tank var, tank vurulacaq. Mən Başdan Muradovdan aralandım, raketi aparıram ki, Cavadlı Neymətin yanına. Elə bir raket var orada, birində mən ehtiyat aparıram ki, yəni bilmək olmur da, yəni əlavə tank da çıxa bilər. Dedilər, Başdan Muradov şəhid oldu. Həmən vaxt. Bizdə, yəni Başdan Muradovla biz zabit, bizim qrup komandirimiz idi, amma biz bir yoldaş olub həməşə bizə, qardaş olub, dost olub. Bizdə demək olar ki, hamı belə olub, biri-biri ilə, zabitlə, cizinlə. Düzdür, o aramızda, belə deyək, məsafəni saxlamışıq, zabit, əskər, gizir, münasibətini həmişə saxlamışıq, amma əslində biz hamımız bir-birimizdən qardaş olmuşuq, hər bir şeyimiz bir yerdə olub, yeməyimiz, suyumuz, belə deyək. Deyirlər, Başdan Muradov şəhid olub, mən istər-istəməz rabitədə deyildi. İstər-istəməz adama biraz çətin gəlirdi o şeylər. Mən yenə də raketi dedim çatdırım, tankı vursun da, Cavadlı Neymət. Sonra deyirlər, yox, yaralanıb, şəhid olmayıb, yaralıdır. Sonra biraz bizdə motivasiya yenə qalxdı. Orada Cavadlı Neymət, belə deyək, Füzulinin içində bir dənə tank var idi, tankı vurdu orada. Olardı məsafə 1-2 kilometr yarımzad. Orada məsafə onu vurdu. Füzuli də, bilirsiniz də, Füzulidən geri heç nə qalmamışdı. Xarabalıqlar qalmışdı. Füzulinin içində bir dənə köhnə hərbi hissə var idi. Biz orada 2 gün mövqelənsək, tabor komandiri bizə dedi ki, bizlə olan, Füzuli ilə bizim o yerləşdiyimiz mövqeyin arasında olardı bir kilometr, bəlkə də çox olardı. İndi təqribi deyirəm də, indi yəni məsafə az deyə bilərəm, çox deyə bilərəm. Dedilər, biz də 2 gündür mühasirədə saxlamışıq Füzulini. Bizdən yuxarıda da taborlar var, bizdən aşağıda da bizim də mövqeyimizdən. Tabor komandiri dedi ki, bir dənə qrup yaradım. Ermənilər orada ola, gedib bayraq asıb qayıdacaqsınız orada. Ermənilər görür ya, oradadırlar, atışma arada yəni gəlir. Amma intihası bizə hələ, belə deyək də, əmr verilməyib girin içəri. Hələ gözləyirik. Uşaqlardan dedi, kimlər gedə bilər? Əlbəttə ki, hamı dedi, mən gedirəm, o deyir, mən gedirəm, bu deyir. Yox, dedi, bir qrup komandiri, bir də ki, elə bil ki, 11 nəfər şəxsiyyətdə təqribən 12 nəfərə yaxında bir qrup. Dedi, gedin. Təsəvvür eləyin ki, ermənilər orada ola-ola, orada uçıq bina var idi.
Uçuq bina. Da çox hündürdür idi, indi xarabalıqlarda qalmışdı da. O uçuq binaya bizim uşaqlar getdi, bayraq asdı, qayıtdı, gəldi. Dəstə komanda orada heç bir şey olmadı, uşaqları, yəni atışmazad olmadı. Dərəyici getdilər, asdılar, gəldilər. Dəstə komandı təzədən onları göndərdi ora. Dedi, düzgün asmayıbsınız, ermənilər yaxşı görmür oranı. Onlar o şeyi təsəvvür edirsiniz, bu nə deməkdir? Ermənilər orada ola. Orada bir dənə hərbi hissəsi var idi. Onların içində bizim uşaqlar getdi ora, bayraq asdı. Bilirsiniz, bu nə deməkdir? Biz yəni sizi heç kim hesab edirik də, bura bizim. Bura bizimdir. Siz müəyyən bir vaxt üçün işğal eləyə bilərsiniz, müəyyən bir vaxta qədər dağıda bilərsiniz, amma bura bizimdir. Təsəvvür eləyin. İkinci dəfə uşaqlar getdi, o bayrağı düzəltdi, gəldi. Təsəvvür eləyin bunu. Orada olan uşaqlar onu yaxşı bilir. Bizim məsələn taborda olan uşaqlar onu yaxşı bilir. Kimlər elədi, kimlər getdi. Onlar xidmətdədirlər. Bəli, çoxu xidmətdədir. Həmən uşaqların çoxu xidmətdədir. Getdilər həmən vaxt erməninin içində ora bayraq asdılar, qayıtdılar, gəldilər binaya. Deməli həmən vaxtdan sonra biz tapşırıq gəldi. Bizim orada videolarımız da var. Dahası o belə deyək də o bəzi videolar çəkmişik. O 5 dəqiqə, 1 saat, 2 saat o fasilələr olanda biraz videolar, zatlar çəkmişik. İndi baxanlar da deyir, yəqin ki, müharibə yəqin elə bundan ibarətdir. O sakit vaxtı video çəkirsən, ha. Amma əslində, həqiqətən elə deyil, başqa bir şeydir. Onu yaşayan bilər, orada olan, xidmətdə olan adam, döyüşən adam bilə bilər. Yəni onu, biz Füzulinin içinə girəndə, Füzulinin içində tabor komandiri dedi ki, hərbi hissənin içində adam var. Hərbi hissənin içində adam var. Biz bunu almışıq mühasirəyə. Orada çox çolluq bir yerdir. Hərbi hissənin elə bir çol basıb, köhnə çollarda xarabalıq olduğuna. Başladı bunlarla atışmağa, bunlar qışqırırlar içərdən. Dəstə komandı rus dilində buna dedi ki, sən belə deyək də, təslim ol, sən heç nə eləməyəcək də, rus dilində danışın. Bunlar biraz dayandı içərdə, sakitləşdilər ki, indi yəni eləsinlər də. Plan qururlar, əslində onlar bir şey eləmirlər. İçərdə indi plan qururlar ki, qaçmağa da, bir yer tapsınlar, qaçmağa. Dəstə komandı qayıtdı, yenə bunlara dedi ki, təslim olun, biz sizə heç nə eləməyəcəyik də, təhvil verəcəyik arxaya, ondan sonra nə olar da. Qayıtdı, rus dilincə dedi, türkdən bizə dost olmaz. Bizə dedi də, yəni orada rus dilində dəstə komandiri orada tərcümə elədi ki, bizə dedi, türkdən bizə dost olmaz. Dost olmaz, başladıq atışmağa. Atışmağa arxadan bunlar oazı mindi, oazı mindilər, qaçdılar. Oaz elə bir gəlir ki, Füzulinin içində bir dənə köhnə körpü var idi. Oradan, gəlib oradan keçirməyə. Biz qaçdıq arxadan, Oaz gördük, səsi gəlir bir. Başladı, elə bir moment oldu ki, ağır silahlarla sürətli gedirdi, atmaq olmadı. Başladıq avtomatla atdıq. Biraz Oaz maşın dayandı, təzədən hərəkət elədi. Çıxdılar oradan. İndi yəqin ki, hansınasa avtomat dəydi, güllə dəydi. Onlar çıxdılar. Başladılar, belə deyək, o tərəfdən sanitarka ilə bunlar qaçmağa. Elə bil Füzulinin, elə bil üzə çıxmışıq Füzulinin. Füzulini almışıq, çölündük biz, mövqeylənməyə. Başladılar sanitarkalarla, Oazlarla maşına yığıb qaçmağa da. Həmən buradan çıxan, Füzulidən çıxanlar qaçıb orada sanitarkalara minirlər, qaçmağa. Rəhmətli Nimət gəldi, köhnə asfalt var idi orada. Dedi, elə bu asfaltın üstünə qoy, ayaqlarını qoydum Spike'ın. Dedi, raketi taq. Raketi taqdıq, şəxsiyyət yığılır da, ermənilər yığılır hamısı içinə, indi qaçmağa da. Bizdə də məsafə o azdır da, təqrib elə gözlə görsəm məsafədədir, amma çox deyil. Nemət oturdu, raketi nizamladı, qapısını bağlayan moment təsəvvür edin, qapısından saldı sanitarkanın raketi. Birbaşa məsafə, nə qədər məsafə ola bilər ki, köhnə sanitar, Oaz sanitarkalar var, düz raketi saldı onun içindən. Təsəvvür edin,
insan qalıqları, zatları var. Beləsinə şeylər səpələnir də. Dəstə komandır da arxadan təsəvvürlə sevindiyinə avtomat atır. Beləncə bir ikisində göyə atdı ki, gör bilsən o qisas hissi var idi da bizdə. Bizim içimizdə yanan bir alov var idi. O alovu çıxardırdılar. Elə bil ki, onların parça-parça olmağı, onların ölməyi bizim içimizdən alovu çıxardırdı çölə. Elə həmən man dəstə komandır başladı beləncə. Uşaqlar arxadan başlayır da, eləyir də ki, qəddi qırılıb da, yəni Füzulidən təsəvvürlə çıxartmışıq. Başladıq Füzulinin içində mövqey qurduq. Mövqeyləndik orada. Mövqeylənəndən sonra belə bil həmən axşamı, aldığımız axşamı biz biraz sakit keçdi orada. Bilmirik axı sabah nə hadisə olacaq, nə tər olacaq. Sabahsı təsəvvür edin, o bizim durduğumuz mövqeylər var. O qədər minamyot atdılar, o qədər minamyot atdılar. Təsəvvür edin, işıq dirəkləri var, işıq stulbaları, kənd yerlərində zətdə olur, stulbalar indi. Təsəvvürlə onları salırlar yerə. Bir neçəsi o qədər minamyot düşdü ki, bir neçəsinin dibinə. Onun məsafəsi nə qədərdir ki, mən 40 sant, 50 santda diametr. Onu saldı, o qədər minamyot atmışlar ki, ora. Və minamyotla, belə deyək də, minamyotu atdılar. Onun üçün atdılar ki, bizim başımız qarışsın minamyota. Onlar bizə hücum eləsin də. Xüsusi təyinatları hücum elədi həmən bu. Bizim üstümüzə ki, başımız qarşı olur minamyotla bir yerdə. Bizdən Füzulini təzədən alsınlar da. Minamyot atdıqca bir dördük ki, bizim üstümüzə gəlirlər xüsusi təyinatlar. Amma yəni dəqiqliklə bilirdi ya, onlar xüsusi təyinatlıdır. Çünki geyimləri fərqli idi, hərəkətləri fərqli idi, belə deyək, manevrləri fərqli idi, gəlməkləri fərqli idi. Hiss edirsən də bu, yəni adi sıravi əsgər deyil.